Notebooklarda RAM-ı necə dəyişə bilərik? Notebooku çeviririk arxası üstə. Açıla bilən hissənin vintini açırıq. Burada bir ədəd vint var. Açdıq, qoyduq kənara. Yaxından çək. Bu RAM-ın platasıdır, əməli yaddaşın platası. 2 dənə yeri var, biri boşdur, birində RAM quraşdırılıb. RAM-ı buradan dəyişmək üçün, çıxarmaq üçün kənarlarında 2 dənə metal hissələr var. Onları çəkirik sağa və sola. RAM özü qalxdı yuxarı. RAM-ı asanlıqla çəkib çıxarırıq. Bu oldu RAM-ın platası. Üzərində də qeyd olunub. GB-dır, bir ədəd 8 GB. Əgər bu yanıbsa, yaxud da artırmaq istəyiriksə, kənardan başqa bir plata gətiririk. Deməli, bu çıxıntıya diqqət edirik, keçiririk və özü saxlayıb. Üzərindən basırıq, şıqqıltı ilə keçdi. Bu metal hissələr yenə saxlayır. Kənara çəkib götürürük. İkinci RAM-ı da quraşdırmaq üçün eyni ilə həmin qaydada keçiririk və bu yarığa diqqət edirik, keçiririk, üstündən basırıq. İki dənə slot olmağı imkan verir ki, 2 qat artıra bilərik RAM-ı. Dəyişəndən sonra yenə də qapağı əvvəlki qaydada bağlayırıq.